Axırda bir cümlə xanım Ümmülbəninə təvəssül eləmək istəyirəm ki, həyatımda xeyrini çox görmüşəm. O qapını xanıma nəzir deyəndə tez qəbul olur. Mən tövsiyəm budur ki, kim nə hacəti olsa ona təvəssül eləsə tez qəbul olunur. Hələ ilk dəfə gəlin gələndə deyir, tarixdən oxuyuram sizin üçün, deyir, gəldi, dedi ki, bu evin böyük qız icazə verməsə mən bu evə daxil olmaram. Zeynəbdən icazə aldı Əlinin evinə gəlin gələndə. Ondan sonra deyir, düşdü yerin kəndarını öpdü qapının. Qapının kəndarını öpdü, uşaqları topladı, dedi, mən bu evə xanım olmağa gəlməmişəm, biləsən. Mənə kəniz kimi baxın, mən sizin kənizinizəm, sizə xidmət eləməyə gəlmişəm. Tarixdə var, adı Fatimə idi. Həzrət Əliyə dedi, ev əhlinə dinən məni Fatimə adıyla çağırmasınlar. Görürəm, Zeynəb narahat olur. Mənə Ümmülbənin desinlər. Oğluna da öyrətmişdi ki, qardaş deməyəsən Hüseynə. Ona Mövla denən, ağa denən, sən Fatimə balalarının nökərisən. Ona görə deyirlər, atdan yerə düşəndə, ya əxa, qardaş eşidən deyəm, sən diyandı. Bəlkə neçə ildir bu sözün arzusunda idi. Ariflərdən belə bir söz nəql edirlər, deyirlər, cürəti olmazdı yenə də qardaş deməyə. Fatimə gəldi başının üstünə. Fatimə dedi ki, qardaşlığı çağır. Xanım Zəhranın hörmətinə qardaş dedi İmam Hüseynə. Bunu ariflər deyir. Əvvəlfəz Mədinədən çıxanda xanım Ümmülbənidə oğlum bir sözüm var. Çəkdi onu kənara, dedi ki, Hüseyin şəhid olasan, sağ qalasan, südümü halal eləmərəm. Birdən sağ qayıdarsan. Və xanım Zeynəbə dedi, Ümmülbənin Mədinəyə qaydanda. Dedi, xanım, mənə danış Hüseynimi necə öldürdülər. Xanım Zeynəb dedi, Ümmülbənin yox idin orada, mən gözümlə görürdüm. Necə mənim qardaşımın başını bədənindən ayrılırlar. Ümmülbənin yox idin, necə görmədin, necə daş olan daş atırdı, ox olan ox atırdı, nizə olan nizə atırdı. Deyir, xanım Zeynəb danışır, o da ağlayır. Və birdən son sualını verdi, dedi, mənim Abbasımdan razı qaldınız ya yox. Deyir, görüm, əvvəlfəz vəfalı sahabə ola bildi Hüseynəyə yox. Dedi, razı qaldım, razı qaldıq. Qardaşlığın haqqını yaxşı icra elədi. Bunu şair yazıb, bilmirəm, tarixdə görməmişəm. Şair yazır ki, xanım Zeynəb deyir, amma ürəyimdə bir nisgilim qaldı, bir gileyim qaldı əvvəlfəzdən. Xanım Ümmülbənin narahat olur, deyir, nə gileyin, nədən narazı qaldın? Deyir, bir ömür arzulayırdıq, atdan